Kitabları elə oxuyun ki, uşaq maraqlansın. Uşaqlar valideynlərinin onlara kitab oxumasını çox sevirlər. Çox vaxt evdə bir yığın kitab olur, amma uşaq eyni hekayəni dəfələrlə oxumağı xahiş edir. Uşağın marağına uyğun hərəkət edin. O, əvvəlki nağılı tam başa düşməyincə yeni nağıl başlamağa tələsməyin. Hətta bu, həmin hekayəni onlarla dəfə danışmalı olsanız belə. Oxumaqdan sonra şəkillərə vaxt ayırın. Uşaqla birlikdə şəkillərə baxın və ondan nə gördüyünü soruşun. Burada hansı qəhrəmanlar təsvir olunur? Onların xarakterləri necədir? Onlar nə edirlər, nə düşünürlər, nə hiss edirlər? Bir-birlə hansı münasibətdədirlər? Uşaq hansı qəhrəmana rəğbət bəsləyir? Kim ona xoş gəlmir? Onlar həyatda kimə bənzəyirlər? Oxuduğunuzdan aldığınız təsiratları da uşağa danışın. Təklif edin ki, rolları müxtəlif səslərlə oxuyasınız. Sevimli qəhrəmanları çəkib çərçivəyə qoymaq olar. Uşaqla birlikdə oxuduğunuz əsərlərin tamaşalarına gedin, cizgi filmi və ya filmə baxın. Bu, təkcə mədəni cəhətdən zənginləşdirmir, həm də düşünmə prosesinə kömək edir. Belə bir işdən sonra yazılmış hekayə daha dolğun olur. Uşaqda isə obrazlı təfəkkür və oxuya maraq inkişaf edir.